Kəndlərin içərisində də elatlar nisbətən yaxşı vəziyyətdə olanlar idi. Sənətkarlar üç qrupa bölürlər. Deməli, əsnaflarda birləşənlər, əsnaf tacir qrupları idi, sənətkar qrupları idi. Sənətkar qrupları, hətta birlikləri. Sənətkar birliklərində birləşənlər. 2. Fərdi fəaliyyət göstərənlər. 3. Feodal emalatxanasında çalışanlar. Bu sənətkarların içərisində ən ağır vəziyyətdə olan feodal emalatxanasında çalışanları, çünki onlar vergini həm feodala, həm dövlətə ödəyirdilər. Əsnaflar da, yəni sənətkar birliklərdən birləşmişdilər, dövlət və feodal qarşısında özlərini müdafiə eləmək üçün. Bu qədər. Deməli, torpaqdan danışdıq, vergiden danışdıq, əhalinin sosial təcrübədən danışdıq. Kimin nə sualı varsa, xahiş edən versin.